Hər kəsə salam. Bugün videomda sizlərə zeri zera ilə have got has got arasındakı fərqli məqamları qeyd edəcəm. Bilirik ki, zeri zera da var vardır deməkdir, have got has got da var vardır deməkdir. Bəs arasındakı fərq nədir? Bəs cümlə qurarkən necə fərqləndirək ki, cümləni zeri zera ilə quraq, yoxsa cümlədə have got has got işlədək? Birinci have got has got-la başlayıram. Have got has got dilimizdə var, vardır, malik olmaq, sahib olmaq mənasını bildirir. Cümlə quruluşu belə olur. Mübtəda, üstə gələk have got has got, üstə gələk hər hansı bir əşya və yaxud da ki bir şəxs. Məsələn, I have got a book. Mənim bir kitabım var. She has got a son. Onun bir oğlu var. Bu şəkildə cümlə qura bilərik. Mənim bir kitabım var, hansısa bir əşyaya malik olmaq, mənim bir oğlum var, hansısa bir övladının olması. Bu cümlələri gördüyünüz kimi biz have got has got-la qurduq. Əgər have got has got dərsini bilmirsinizsə, YouTube kanalıma daxil olub, oradan have got has got dərsini videosuna baxa bilərsiniz. Qısaca bir məlumat verim. He, she, it-dən has got, qalan bütün şəxslərdən have got olur. Bəs zeri zera nədir? Bəs zeri zeranın have got has got-dan fərqi nədir? Zeri zera tipli cümlələr ingilis dilində bir şəxsin və yaxud da ki hansısa bir əşyanın, hansısa bir yerdə və ya hansısa bir vaxtda olub olmadığını bildirmək üçün istifadə olunur. Bu nə deməkdir? Və bu cümlələr başlayarkən cümlə belə başlayır. Zeri zera, üstə gələk mübtəda, üstə gələk yer zərfi və yaxud da ki zaman zərfi ola bilər. Bu nə deməkdir? Yəni ki, burada hansısa bir şəxsdən və yaxud da ki, hansısa bir əşyanın hansısa bir məkanda olub olmadığını, hansısa bir vaxtda olub olmadığını bildirir. Bu ikisinin arasındakı fərqi qurmaq üçün mən bu cümlələri silirəm və müqayisəli başa düşməyiniz üçün bu şəkildə müqayisəli yazıram. Məsələn, there is a book on the table. Stolun üstündə kitab vardır. Kimin kitabı olduğu məlum deyil. Hansısa bir əşya, hansısa bir yerdədir. There is a book on the table. Kitabın stolun üstündə bir kitab vardır. Gördüyünüz kimi cümləni mən there is ilə qurdum. Bir də var deyirəm ki, mənim bir kitabım var. Mənim bir kitabım var deyiriksə, yəni mən bir kitaba malikəm, o kitabın sahibiyəm. Onda cümlə belə olur. I have got a book. Mənim bir kitabım var. Başqa bir cümlə yazıram. Məsələn, otaqda 4 dənə uşaq var. They are 4 babies in the room. Otaqda 4 uşaq var. Kimin uşağı olduğu məlum deyil. Ümumiyyətlə ümumi cümlədir. Hansısa bir yerdə, bir məkanda bir insan və ya da bir əşya var. Otaqda 4 uşaq var. Bir də var deyirəm ki, onun 4 uşağı var. She has got 4 babies. Yenə də cümlə quruluşlarını təzədən yazıram. Əgər biz have got, has got-un cümləsini qururuqsa, have got və has got-un cümləsini qururuqsa, cümlə quruluşu belə olur. Mübtəda, yəni şəxsi yazırıq. Mən, sən, adam adı və s. Mübtəda, üstə gələk, qısaca yazıram. Have got və ya has got. Üstə gəlinsin digər şeylər. Yəni əşyadımın, şəxsdimi, nədimi o. Amma zeri zera tipli cümlələri qurarkən biz birinci zeri zeranı işlədirik. Yazıram. Zeriz, zera. Üstə gələk. Mübtəda. Üstə gələk. Yer zərfi və ya zaman zərfi. Yer zərfi, yer zərfi. Daha sonra ondan sonra zaman zərfi də yaza bilərik. Yenidən ümumiləşdirirəm. Have got, has got nəyəsə sahib olmaq, nəyəsə malik olmaq. Bir insanın nəyinsə olmağı, bir əşyanın nəyinsə olmağı. Amma zeri zera ümumi məna daşıyır. Hansısa bir şəxsin və ya bir əşyanın bir yerdə olub olmadığını göstərmək üçün istifadə olunur. Ümidvaram ki, hər şey aydındır. Əgər hardasa yenə də qaranlıq nöqtəniz qaldısa, yorumlarda yazmağı unutmayın. Əgər kanalım sizin üçün faydalıdırsa və gündə cəmi 5 dəqiqə vaxtınızı ayırıb ingilis dilindən maraqlı məlumatlar öyrənmək istəyirsinizsə, kanalıma abunə olmağı və videolarımı başqalarıyla paylaşmağı unutmayın. Sağ olun, hələlik.